Mənim başıma keçsin. Keçir bunu öz başına. Deməli, uşaqlar bu sıralamada yanımda Cavid var. Harada var səhifəsinin admini, gözəl insan. İndi bu günləri biz Azərbaycan yeməklərini sıralayırıq. Qutab. Arasında sumaq varsa, soğan varsa 3 mən deyirəm. Mən də qutabı çox xoşlayıram. 3 yəni. 3-də yeri var. Sonra saj. Bu yuxanı deyir yəni. Hə, adını səhv yazıb. Məncə buna Arasında qəşəng lülə kebab olmalıdır, üstündə belə qəşəng, yanında duşesi olmalıdır, özdəki belə kebabı yanında. Ya bərəkətə hörmət elə onu 4-ə qoyaq. Yaxşı, qoy da. Onsuz da hamısı bərəkətdir. Nə olsun, yerə də. Yemək, halva. Şeymişqa halva. Baxır kimin halvası. Ağlında bir nəfər var, onun halvasını birinci yerə qoymaq lazımdır onu. Bu neçə qoyaq? Yaxşı, nə fikirləşməyək, 9-a qoyaq. 9-a qoyaq halvanı məncə. Bitti. 10. Heç vaxt deyə bilməm. Çox yağlı olur. Heç vaxt deyə bilməm. Mən də yemirəm. Nədir bu? Adımcan, yəni 3 bacı da olmaz götürək. Hə, o qəşəng yanında qatıq olmalıdır. Mənim belə bir xarakterim. Yanında nəsə olmalıdır. Hə, yəni ki mən 5 qoy 5. 5. Plov. Plov. Şah plov. Hə, sən qərar ver. Yox, o da adi plov da olur. Bilirəm ki, Azərbaycanlılar plovu çox xoşlayırlar, amma mən nə bilim o qədər də. Xoşlamırsan? Yox, 7-dir mən. Gəl 6-ya qoyaq. Hə, yaxşı, ortaq məxəl. Ortaq məxəl. Sonra nə var? Əslində 7-nin altı. Yarpaq da olmaz. Sarımsaq qatığı varsa, hə, yaxşı, sarımsaq qatığı varsa 2-yə qoyaq. Bir hər ehtimala qarşı birdən. Doğrama mənim üçün bir də aşağı var. İndi şəkər bura. Valla mən şəkər buranın o qədər böyük fanı deyiləm, yəni ki. 8-ə qoy. 8. Balıq. Ayda 10. Həyatı boyu yeyə 10 bilmərəm. yoxdur, onda olub. 7 ən aşağı hansısa o. Ya sən yaxşı mən Mən də xoşlanıram. Diktator deyirəm Çox də. xoşlanmıram. Al 7. Yaxşı. Birə nə düşdü? Lülə kebab. Razıyam. Mən də razıyam. Sumağı da olsun, soğanı da olsun. Ey Allah, bunu qoyduq birə. Ay sağ ol. Sıralamanı bəyənin uşaqlar. Səhifəsini də takip etarsınız. Hə, o mənim səhifəmdə də başqa şey çəkəcəyik. İnşallah.